Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, sizinlə bugün 2025-ci il test toplusundan üçbucaqlar bölməsindən belə bir sualın izahına baxacağıq. Bizə məsələdə deyir ki, BY bərabərdir YC, yəni burada demək BY YC-yə bərabərdir. Sonra AD-ni bizə 12, DC-ni bizə 5 verib. Buradakı bu alfa bucağına da, yəni belə deyək, 45 dərəcədən böyük olduğunu deyir. Biz məsələnin həllinə bu formada yaxınlaşırıq. Yəni alfanı biz qəbul edirik ki, tutaq ki, 45 dərəcədir. Biz bu məsələni 45 dərəcə üçün həll edib, sonra yəni alfa böyükdür 45 dərəcə üçün qiymətləndirərik. Baxaq. Burada biz 45 dərəcə qəbul elədiyimizdən, deməli DYC üçbucağı bərabər yanlı düzbucaqlı üçbucaq olacaq. Onda DY 5 bölünsün kök altında 2, YC də eyni qayda ilə 5 bölünsün kök altında 2. Şərtdə də bizə bunların bərabər olduğunu vermişdi. Demək, burası da 5 bölünsün kökdə 2 olur. Ümumilikdə BC tərəfinin uzunluğu olacaq 5 kök altında 2. Və AC tərəfinin uzunluğu isə 17-dir. Bizdən isə soruşur AB tərəfinin uzunluğunun ən kiçik qiymətini. Biz 45 dərəcə üçün, yenə də deyirəm, həll edib məsələni x-in qiymətini tapaq. Biz ABC üçbucağına kosinuslar teoremini tətbiq etsək, yenə də deyirəm 45 dərəcə üçün 17-nin kvadratı plus 5 kökdə 2-nin demək kvadratı minus 2 vuraq 17 vuraq 5 kökdə 2 vuraq kosinus 45 dərəcə bərabərdir. Buradan olur 289 plus 50 minus 2 vuraq 17 vuraq 5 kökdə 2 vuraq kosinus 45'də 1 bölünsün kök altında 2. O da bərabərdir. Həll eləsək, sadələşdirsək bunu, bunun qiyməti 169 olacaq və x bərabərdir 13 alınır. Yəni bizim aldığımız bu cavab 45 dərəcə üçündür. Amma bizə alfa 45 dərəcədən böyükdür dediyinə görə, yəni alfa böyükdür 45 dərəcə olduğundan x böyükdür 13 olacaq. Yəni 13-dən də böyük ən kiçik tam ədəd 14 eləyəcək. Yəni x-in ən kiçik tam qiyməti, yəni AB tərəfindən ən kiçik tam qiyməti 14 olur. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.